Buyurun Mehman Bey, buyurun. Çox doğru. Deməli, görün bu İlham Əliyev necə şəxsiyyətsiz adamdır ki, bu öz sotka gəlininə görə, Alona Qonçar Əliyevaya görə insanların həyatını məhv eləyir. Və burada bugün bu təsadüfi hal değildi. O yadınızdadırmı? Bir gədə var idi, ailə üzvlərini öldürmüşdü. Əhməd idi. Onda da baltanı İlham Əliyevin xüsusi xidmət orqanları o gədiyə vermişdilər, dərman vermişdilər, demişdilər ki, gündəmi dəyişir. Yadınıza salın o gün. Bəli, uşağa dərman verdilər, sonra yalandan adını qoydular, güya uşaq ölüb, nə bilim, başını o. Bəli. Bu dəfə də gördülər ki, burada əziz izləyicilər, mən düşünürəm ki, Qabilin də səhvi var. Sən dünən bildirmişdin ki, bəylər artıq bizə ötürür məlumatları və İlham Əliyev də çox böyük ehtimal nəsə dəqiqləşdirib, nəsə etmək istəyib və bəyləri də görürsünüz mətbuatda nə gedir. İdrak liseyi, bugün o qətil hadisəsi olan məktəb Bəylər Əyyubovun nəzarətində olan bir məktəb idi. Bunu da hökumət yönlü mətbuat reklam edir ki, bu bəylərindir, bəylərin məktəbidir, bəylərin adamıdır. Yəni burada iki məsələ var. Uşağı çox böyük ehtimal biz valideynlərini araşdıracağıq. Valideynləri kimdir? Uşağı həbs edəcəklərmi? Uşaq yenə də dəlixanaya salınacaqmı? Biz bilməliyik ki, uşağın valideynləri kimdir? Mən şübhə etmirəm ki, o uşağı da öyrədiblər, sırf gündəmi dəyişmək üçün İlham Əliyev o qədər şəxs. Bəli, Mehman Bəy, sən demiş bir dənə dərman verirlər, istədiklərini elətdirirlər. Bir şey deyim, nətər oldu? Soyqırım eləyən Xaçaturyanı buraxdılar, indi bir müəllimi İlham Əliyev özü güllələtdirib uşağı niyə tutmalıdılar ki? Doğru. Ona görə də bu təsadüfi deyil, bu gündəmi dəyişmək üçündür. Amma yenə də Alona'nı İlham Əliyev çoxunu qırsa belə biz imkan vermərik ki, Alona onu da olsun. Alona yaddaşlarda qalacaq